Mehriban Əliyevanın söyülməyindən xeyir güdənlər haqqında dəfələrlə danışmışam, bir daha da danışıram. Deməli, hər dəfə videolarımda deyirəm ki, Cavid Qurbanovun elçisi gəlib şəxsən mənimlə görüşmüşdü və mənə demişdi ki, Cavid Qurbanovun videolarını poz, hardasa ona yaxın videosunu pozmuşdum, sənin məsələn düzələcəkdir. Amma sonradan sözünə bütöv çıxmadı Cavid Qurbanov, yəni mənə sikiş gəldi. Həmin Cavid Qurbanovun elçisi idi ki, gəlib mənimlə görüşəndə mənə 150.000 pul təklif elədi. Bunu ilk dəfə deyirəm. Bəs Cavid Qurbanovun elçisi dedi ki, 150.000 versək, Cavid Qurbanov danışıb 150.000 alsan necə olar? Dedim, başım xarabdır, 150.000 nədir? Mənim əlimdə maliyyə arayışım, kassa mədaxil çekim var, bax bu sənədlərim var. Mən əlbəəl 355.000 2012-ci ildə pul vermişəm. Kalkulyatoru dedim vursunlar, çıxsınlar, Cavid Qurbanov hesaplasın, pul işini yaxşı bilir. Hesaplasın, görsün ki 355.000 2012-ci ildə nə qədər eləyir, kursla mənim pulumu verin. 500.000 pul eləyir. Yəni ki, Cavid Qurbanov və onun elçisi Mehriban Əliyevanın, İlham Əliyevin söyülməyindən, alçalmağından, manikenin ora-bura çıxarmağından belə pul tutmaq istəyir. Mənə 150.000, 350.000 Cavid Qurbanova. Bax, bu video qoy getsin Mehriban Əliyevaya çatsın, İlham Əliyevə çatsın ki, onun ətrafındakılar, hansı ki Mehriban Əliyeva öz bibisi qızını veribdi Cavid Qurbanova, amma Cavid Qurbanov bu günləri Mehriban Əliyevanın belə söyülməyindən pul tutur. Nəyin çatmır Cavid Qurbanov? Nəyin çatmır Cavid Qurbanov? Əmin nəvəsini Kəlbəcərə deputat, qardaşın polis rəisi, oğlun biri miqrasiyada general, bir oğlun prokurorluqda, qəhbələrvi deputat eləmişsən. Gərək elə Mehriban Əliyevanın söyülməyindən də pul tutasan. Hələ sən deməlisən ki, ay Şad, sənə nə qədər pul atıblar? Gəl bu pulu Hacı İbrahim Nehrəmlidən alaq, verək sənə. Ala bu üstündə də sənə dəymiş zərəlim, sən 10 ildə əziyyət çəksən. Bunu demək əvəzinə Cavid Qurbanov Mehriban Əliyevanın söyülməyindən pul tutur. Cavid Qurbanov hədəfimdəsən və DTX rəisi Əlin Ağayev, o da dələduz, korrupsionerdir. Əl-Meymunu baş prokuror Kamran Əliyev, Fuad Ələsgərov. Bu videonu izləyin və görün ki, məhz Mehribanın söyülməyindən pul tutmaq istəyənlər kimlərdir? Araşdırın da. Yenə deyirəm, məndə işverənlik, ad çəkmək yoxdur. Araşdırın, görün ki, bu günləri məni prokurorluğa veriblər, cinayət işi açıblar. Mənimlə gəlib görüşən Cavid Qurbanovun elçisi kimdir? Nəyə görə mənə 150.000 pul təklif edir? Bir daha maraqlanın da. Niyə maraqlanmırsınız?